Sizcə insanlar məqsədlərinə niyə çata bilmirlər? Məqsədləri olmadığına görə, yoxsa planları olmadığına görə? Salam. Yəqin ki, bu sözü çox eşitmisiniz. Dünya əhalisinin 97%-nin öz həyatlarında hədəfi yoxdur. Təbii ki, bu statistik rəqəm deyil, sadəcə bir ehtimaldır. Bugünkü mövzumuz məqsəd və bu məqsədə çatmaq üçün plan qurmaq barəsindədir. Bunun üçün 7 mərhələli təklif irəli sürülür. Böyük mütəfəkkirlər, böyük alimlər tərəfindən. Birinci 10 illik plan. Yəni 2036-cı ildə mən harda olmaq istəyirəm, özümü harda, necə, hansı xüsusiyyətlərlə görürəm? Bunu birinci təyin etmək lazımdır. İkinci mərhələ 5 illik plan. Yəni mən 10 illik hədəfimə çatmaq üçün növbəti 5 ildə nələr edə bilərəm? Bax, bunların siyasını yazmaq və planlamaq lazımdır. Bu ikinci mərhələ. Üçüncü mərhələ 1 illik plan. Yəni, bu 5 illik hədəfimə çatmaq üçün bu 1 il ərzində nəyə diqqət eləməliyəm? Hansı işləri görməliyəm? Məsələn, hansı kitabları oxumalıyam? Hansı xarici dil öyrənməliyəm? Hansı məharətləri öyrənməliyəm? Bunu gərək biz təyin eləyək və bir yerə qeyd eləyək və o qeydlər əsasında da hərəkət eləyək, əməl eləyək. Dördüncü mərhələ 1 aylıq plan. Yəni, bu 1 illik hədəfimə çatmaq üçün bu 1 ayda nə etməliyəm? 1 aylıq plan quraq. O 12 ayın 1 ayı necə olmalıdır? Yəni, 1 illik hədəfimizi bölməliyik 12 yerə və birinci bu aydan başlamalıyıq. 5-ci mərhələ həftəlik plan. Yəni, bu 1 həftə ərzində məni 1 aylıq hədəfimə yaxınlaşdıracaq hansı işləri mən eləməliyəm? Bu 5-ci mərhələ. 6-cı mərhələ gəlirik bu günə. Yəni, bu gün etməli olduğum əsas şeylər nədir? Yəni, bu gün ərzində səhər ki, yuxudan dururuq, axşam yatana qədər olan müddətdə, bu gün ərzində mənim boynumda hansı öhdəliklər var? Mən ali hədəfimə çatmaq üçün hansı əməlləri, hansı işləri etməliyəm? Bu günə hansı planım var? Və 7-ci, bu dəqiqə planı. Yəni, mən indi bu dəqiqə